Mən hardasa 25 il vətənə xidmət etmişəm. 2025-ci ilin oktyabr ayında təhsilində oldum. Hansı ki, mən xəyalıma gətirə bilməzdim ki, mən Şanxay şəhərini mən kinolarda görərdim, amma Şanxay şəhərində oldum. Pekin şəhərini kinolarda görərdim, Pekin şəhərində oldum. Salam Vüsal müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük Günər. Məni maraqlandıran bir sual var, sizə ünvanlamaq istəyirəm. Buyurun. Necə oldu ki, zabit Vitali Abbasov biznesmen Vitali Abbasov oldu? Günər xanım, özü bilirsiniz ki, mən hardasa 25 il vətənə xidmət etmişəm. Bəli. Və o xidmətdən sonra biraz həyatıma maraq qatmaq istədim. Daima qapalı şəraitdə yaşayan bir insan üçün xarici ölkələrə gedə bilmədim. Yəni heç bir tərəfə çıxa bilmədim. Amma indi elan gördüm və elanla TEY şirkətinə müraciət elədim. Gəldim və özünüz görürsünüz ki, hər bir uğur insanın öz əlindədir. Əgər uğura çatmaq istəyirsənsə də, o sən özünü aparacaqsan. Heç kim səni dəli bir uğurun dalınca aparmayacaq. Bəli, yəni demək istəyirsiniz ki, hər bir uğur bir addımdan başlayır. Bəli, bəli. Siz o addımı atarkən ilk növbədə bu şirkətdəki hansı fürsətləri gördünüz də atdınız? Bu çox gözəl sual idi. Həqiqətən də bu sual məni valeh elədi. Məni ən çox cəlb eləyən birinci olaraq şirkətin iş saatı, sərbəst iş saatı, sərbəst qrafik. İkinci, turfondlar, yəni xarici ölkələrə gediş səyahətlər. Üçüncü isə limitsiz gəlirlər. Bunları əldə eləmişsiniz mi artıq? Bəli, bəli. Səyahət etmişsiniz? Bəli, hal-hazırda Çindən gəldim. 2025-ci ilin oktyabr ayında təhsilində oldum. Hansı ki, mən xəyalıma gətirə bilməzdim ki, mən Şanxay şəhərini mən kinolarda görərdim, amma Şanxay şəhərində oldum. Pekin şəhərini kinolarda görərdim, Pekin şəhərində oldum. Tianjin şəhərini telefonda görərdim, ya internetdə, TikTok səhifələrində, Facebook səhifələrində görərdim, amma real Tianjin şəhərində oldum. Bundan sonra və dünyanın varlı kəndində oldum. Mən bilirəm ki, siz hərbidən məşğul olduğunuza görə, bir hərbçimiz olduğunuza görə sizin canınızda vətənpərvərlik var, patriot insansınız. Mən o barədə də sizi tanıdığım qədərilə bilirəm ki, çox patriot insansınız. Amma siz səyahətləri də sevirsiniz, dünya ölkələrini gəzməyi də sevirsiniz. Bunu necə izah edərdiniz? Gəzinti hər bir insan üçün maraqlı olmalıdır. Vətəni sevmək ilk öncə insanın özündən gəlir. Mən həqiqətən vətənimə bağlı insanam. Vətənimi öz canımdan da çox sevirəm. Həqiqətən bu belədir. Çünki bunu mən real vətən müharibəsində gördüm. Mən necə gördüm? Vətən müharibəsində heç evdə ailəmin xəbəri olmadan belə mən könüllü olaraq döyüşə getdim. Və 44 günlük vətən müharibəsindən sonra, bitəndən sonra yenə mən ehtiyat. Amma həmən müddət ərzində mən ehtiyatlı idim. Ehtiyatlı yəni deyirsiniz ki, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır. Çox gözəl, Vüsal müəllim. Son bir sualımı ünvanlayacağım sizə. Bəs indiki hal-hazırdakı gənclərimizə və təkcə gənclərimizə yox, eyni zamanda siz öz yaşıdlarınıza, insanlara ümumiyyətlə, xalqımıza nə məsləhət görərdiniz, nə fikirləriniz var? Həm mən bunu sizə biznes yönümdən sual verirəm. Eyni zamanda TSC olduğunuza görə bilirik ki, TN şirkəti Azərbaycanda sağlamlıq sektoru üzrə fəaliyyət göstərir. Həm sağlamlıq üzrə, həm biznes üzrə insanlara, xalqımıza bir patriot bir insan kimi, xalqını sevən bir insan kimi nə məsləhət görərdiniz? Suala görə təşəkkür edirəm Günay xanım. İnsanlar bu 21-ci əsrdir. Əlbəttə. Biznes əsridir. Cənab Prezident də vurğuladığı kimi biznes əsridir. Əgər gənclərimiz bugünkü günü bundan yararlanmasalar, mən 49 yaşında insan bundan yararlandım və uğurlarını da görürəm. İndiki dövr gənclərin dövrüdür. Əgər o indidən onlar bu yolu seçsələr, bizneslə məşğul olsalar, gələcəkdə böyük uğurlara çatarlar. Özünüz bilirsiniz ki,
Amerika Birləşmiş Ştatlarında 1900 belə deyim 80-ci 90-cı il arası 500 min bu civarda 500 min milyoner var idisə da indi neçə milyondur və onların təxminən statistikaya görə 200 min ya 300 mini Forbes jurnalına düşüblər. Bəli. Onlar necə başladılar? Günay xanım, özünüz bilirsiniz ki, hər bir şey çətinlikdən başlayır. Heç bir kəs uğura bir gündə nail ola Təbii bilməz. ki. Deyir, mən babalardan eşitmişəm, baş daşa dəyə-dəyə örgənər. Bəli, İnsan durar, yıxılar, həmişə Bəli. körpələr yeriyəndə, yıxılanda biz qaçıb tutmazsa dedilər, dəymir. Razıyım. Uşaqlar yıxıla-yıxıla durarlar. Tamamilə doğru. Ona görə bütün gənclərimizə bizneslə məşğul olmağa dəvət edirəm. Bunu tək mən demirəm. Ali Baş Komandanımız Ümid Heydər İlham Əliyev də bunu buyurdu ki, hər bir kəs bizneslə məşğul olmağa sərbəstdir və cavanlarımızı da dəvət edirəm. Təşəkkür edirəm TN şirkətinə ki, bu şəraiti bizə yaradıb. Həqiqətən bu şirkət sağlamlıq sektoru olmasına baxmayaraq, mən həqiqətən öz sağlamlığımı burada tapdım və hər bir kəsə tövsiyə edirəm ki, buyursunlar, gəlsinlər. Zəkasına, intellektinə güvənən hər bir insan üçün yaşın fərqi olmadan 18-dən 50-60-a qədər insanlar müraciət edə bilər və sərbəst şəkildə öz bizneslərini qura bilərlər. Çox sağ olun Vitali müəllim. Mən TN şirkətinə də təşəkkür edirəm ki, bizim xalqımıza bu cür fürsətlər irəli sürür. Həm iş baxımından, həm sağlamlıq baxımından. Eyni zamanda sizin də bizim təklifimizi qəbul edərək gəlməyinizə, suallarımızı cavablandırdığınıza görə və dəyərli vaxtınızı bizə ayırdığınıza görə mən sizə təşəkkür edirəm. Bilirəm ki, bir biznesmen üçün hər dəqiqənin öz hökmü var. Bu vaxtınızı bizə sərf elədiyinizə görə minnətdaram sizə. İşlərinizdə uğurlar. Siz hərbçi olaraq çox yüksək zirvələri fəth etmişsiniz. Təşəkkür edirəm. Sizə arzu edirəm ki, biznes yolunda da ondan da hündür zirvələri fəth eləyib, sizdə belə bir deyim var, B nöqtəsi. B nöqtəsinə çatmağınızı arzu edirəm. Təşəkkür edirəm. Dəvətinizə görə minnətdaram. Çox sağ olun Günay xanım. Sağ olun. Təşəkkür edirəm. Bir biznesmenin işi harda olmalıdır? Öz işinin başında. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun.